Cümə günü idi. Dedim bu günləri söyməyim. Daha axşama yaxındır. Dedim yox söyəcəm. Kimi söyəcəm? Diaspora sədri arvadı qəhbə valik olan Fuad Muradovu. Bəli, o Fuad Muradovdur ki, 8 kilometrdə 3-4 dənə Novostroyka tikir. Qəhbə qaynanası məktəb direktoridir. Uşaqların başını tutur. Müəllimələri valikə çıxardır. Ay Fuad Muradov, deyirdim deməyim. Sən mənim işimdən halısan axı. Sən bilirsən ki, mən sənin prezidentimin bığlarına itəliyirəm. Mehriban Əliyeva, Maman Mehriban Əliyevanı da xittəyinə qutarıram. Bunu sən bilirsən. Qəhbənin balası gəlmirsən, Almaniyadasan, Dursidovda, nə bilim, 25 şəhərdən 200 dənə şobla yobla yığıb orada şəkil çəkdirirsən bu vəziyyətdəki soydaşlarımızla görüş keçirdi. Onlar soydaşlardır, onlar naturalni trollardır. Sən harda 50 manatlıq, 100 manatlıq şeylər var, onları yığırsan başına, görüş keçirdirsən. Mən isə sənin qəhbə mehriban mamanı səfirliyin qarşısına aparıram. Bax bu vəziyyətdə, bax at kanta, yeri gəlmişkən diaspora Fuad Muradovun da yaxınları mənlə əlaqəyə çıxıbdı. Mən demişəm axı, yavaş-yavaş bunların hamısının maskasını cıracam. Və mənə sən haqlısan deyibdi, sənin işlərin düzələcək deyibdi. Amma gəl ki, Hacı İbrahim Nehrəmli həm Fuad Muradovun arvadının ağzına verir, həm də Mehribanın. Yola davam. Fuad Muradov, yalandan götürü orada burada çöplədib, dövlət büdcəsindən milyonlar silmə. Onlar həmvətənlilər deyil, onlar götə girən yaltaqlardır. Sənin liş arvadımın xittəyinə qutarım. Mehribanın da əlinə verirəm. Bax bu vəziyyətdə. At kanta Fuad Muradov.